qonağımız var. Bizimlə birlikdə hərbi ekspert Ramil Məmmədlidir. Ramil bəy, xoş gəlmişsiniz, xoş gördük. Çox sağ olun Şəhla xanım. Dəvətə görə təşəkkür edirəm. Minnətdaram. Ramil bəy, yəni gözlənilirdi ki, yəni onsuz müharibənin miqyası bir qədər də genişlənib, Körfəz ölkələrinə artıq sıçrayıb, yəni dəniz üzərində, daha doğrusu Körfəz uğruna bir mübarizə gedir. Hörmüz boğazının bağlanması və müəyyən bir təhdidlərin havada uçuşmasını müşahidə edirik. Bunun fonunda Trump açıqlama verir ki, artıq biz danışıqlara yaxınıq. Sizcə nə oldu? Müharibə yekunlaşırmı? Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump birinci hakimiyyəti dövründə, prezidentliyi dövründə daha əsaslı, fundamental siyasətçi təəssüratı bağışlasa da, müharibə başlayandan sonra, yəni İrana İsraillə birgə hücum prosesləri başladıktan sonra məlum olur ki, Donald Trump sadəcə olaraq Amerikanın illər ərzində, yəni onun Donald Trumpa heç bir aidiyyəti yoxdur. Amerikanın gücünü arxasına alaraq müəyyən manevrlər, siyasi manevrlər etməyə çalışır və bu Amerikanın ona qədər ki, prezidentlərinin heç birinin siyasi bacarığı ilə müqayisə oluna bilməz mənfi mənada. Çünki son 20 gün ərzində, yəni daha doğrusu fevral ayının 28-dən başlayaraq Donald Trump'ın səsləndirdiyi fikirlərdə ziddiyyətli məqamlar həddindən artıq çoxdur. Hətta bəziləri bir-birini təkzib edir və Böyük Britaniyaya qarşı səsləndirdiyi əsassız, daha doğrusu iddiaların da əsassız olduğu ortaya çıxdı. İngilislərdən və Böyük Britaniyanın siyasi mədəniyyətindən fərqli olaraq, daha doğrusu Amerikanın hazırki rəhbərliyinin siyasi dırnaqarası mədəniyyətindən fərqli olaraq Böyük Britaniyanın siyasi yanaşması və hərbi siyasi gedişləri, hətta hərbi gedişləri daha effektiv və daha normaldır. Yeri gəlmişkən, hal-hazırda Ərəb dənizi bölgəsində artıq Böyük Britaniyaya məxsus sualtı gəmi həmin əraziyə yaxınlaşıb və ən son texnologiyalarla hazırlanmış, yəni 50% səssiz, yəni ənənəvi sualtı gəmilərdən 50% səssiz çalışan, işləyən bir gəmidir və ən son model texnologiyalar əsasında yaradılan bir sualtı gəmidir və o həmin ərazidə Böyük Britaniyanın maraqlarını qorumaq üçün bu bölgəyə yaxınlaşıb. Əlbəttə, Böyük Britaniya elan etdi ki, bunun Amerika Birləşmiş Ştatlarına və ümumiyyətlə İrana qarşı koalisiyaya heç bir aidiyyatı yoxdur. Bu orada Böyük Britaniyanın maraqlarını qoruyacaq. Amma hər bir halda Qərbin ümumilikdə maraqları nöqteyi nəzərdən götürsək, Böyük Britaniyanın bu addımı faktiki olaraq dolayısıyla Qərbin həmin bölgədə maraqlarının qorunması üçün nəzərdə tutulub. Yəni, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın Böyük Britaniyaya günlərdir səsləndirdiyi fikirlərin əsassız olduğu ortaya çıxdı. O ki qaldı, sülh danışıqları ilə bağlı Donald Trump'ın səsləndirdiyi, söylədiyi fikirlərə İran tərəfindən hər hansı bir açıqlama verilməyibsə və verilməyəcəksə... Verilir, ancaq təkzib olunur. Yəni, təsdiqlənməyən bir açıqlama yoxdursa, demək ki, Trump siyasi manipulyasiya ilə məşğuldur və bu formada İranı masaya gətirmək və yaxud da qalib tərəf olaraq öz imicini formalaşdırmağa çalışır ki, sonraki mərhələdə danışıqlar effektiv olmadı deyə hansısa bir formada vəziyyətdən çıxa bilsin. Çünki faktiki olaraq görürük ki, artıq Amerika Birləşmiş Ştatları ilə İsrail rəhbərliyi arasında da müəyyən məsələlərdə ziddiyyətlər formalaşır. Birinci ziddiyyət İranın neft infrastrukturuna, neft-qaz infrastrukturuna İsrail tərəfindən endirilən zərbədən sonra Donald Trump'ın mən belə bir əmr verməmişəm, bizim bundan xəbərimiz yoxdur açıqlamasıydı. İkincisi isə elektrik enerjisi stansiyalarına, təchizat təminatını həyata keçirən bloklara zərbənin endirilməsi ilə bağlı daha əvvəl səsləndirdiyi və İsraillə paralel olaraq
əməliyyatın həyata keçiriləcəyi deyilsə də, amma sonrakı mərhələdə, yəni bu gün bəlli olur ki, bu əməliyyat da olmayacaq. Əlbəttə ki, yəni bir bununla tərəfdən amma 4500 dəniz piyadası da hazırda gətirilir, yəni bu istiqamətdə bir xəbərlər də var. Bəli, Yaponiya istiqamətindən və həmçinin Avropa, Aralıq dənizi istiqamətindən deməli, hərbi dəniz qüvvələrinə məxsus, yəni dəniz piyadaları, qoşun növləri yaxınlaşır. Həmin əraziyə, döyüş gedən əraziyə, yəni İran körfəzinə yaxınlaşır və bu ərazidə İrana məxsus mühüm strateji obyektlərin, yəni adaların ələ keçirilməsi nəzərdə tutulur. Amma mən bir məlumat, bir məqamı qeyd etmək istəyirəm. Əgər İranın əlində əməliyyat taktik, ballistik, hipersonik və hətta qitələr arası raketlər olmasaydı, həmin adanın ələ keçirilib orada effektiv nəticə əldə etmək olardı. Yəni bu deyək ki, ötən əsrin 40-cı illərində baş verən bir əməliyyat olsaydı, burada hansısa bir nəticəyə nail olmaq mümkün idi. Amma hazırki vəziyyətdə əgər İran özündən 1500 kilometr uzaq bir məsafədə İsrailin ona vacib olan strateji məntəqələrinə zərbələr endirirsə, mən hesab edirəm ki, Amerikanın hərbi rəhbərliyi, siyasi rəhbərliyi demirəm, Donald Trump bu məsələ ilə bağlı çox şey deyə bilər, amma hərbi rəhbərlik heç vaxt yüzlərlə və minlərlə hərbi qulluqçusunu zərbə altına, raket zərbələrinin altında yerləşdirməz. Hətta o adanı asanlıqla ələ keçirsə belə onun altında yerləşdirməz. Və ötən gün, yəni 2 gün əvvəl İranın Diego Garcia adasına doğru 4000 kilometr məsafədə raket atması da, raket göndərməsi də və yaxud da zərbə endirmək istəyi də əlbəttə ki, buna bir işarə idi. Hesab edirəm ki, hazırki mərhələdə Amerika Birləşmiş Ştatları bu əməliyyatların, müharibənin dayandırılmasını istəyir. Daha doğrusu Donald Trump bu əməliyyatların dayandırılmasını istəyir. Ən azı ona görə ki, İsraili qorusun. Çünki müharibə uzandıqca İsrailin artıq strateji obyektləri davamlı olaraq zərbə altında olur. İsrail ərazisində faktiki olaraq İsrail ərazisinə endirilən raket zərbələrinin miqyası artır və həmçinin də özünün artıq həmin bölgədə Hind okeanında yerləşən o mühüm məntəqəsi də məntəqəsi də təhlükə altına alınır. Rusiya tərəfi açıq şəkildə də bəyan eləyib, yəni demək olar ki, öz siyasi kulyarlarında mühüm şəxslər tərəfindən, mövcud olan mühüm şəxslər tərəfindən ki, İrana kəşfiyyat, kosmik kəşfiyyat məlumatları, kosmosdan kəşfiyyat məlumatları ötürülür və Rusiya burada artıq tərəf olaraq İranın maraqlarına xidmət etdiyini göstərir. Yəni, dolayısıyla İran burada həmin kəşfiyyat məlumatlarını, dəqiq kəşfiyyat məlumatlarını İran özü deyil, artıq Rusiya və həm də Çin tərəfindən məlumat təmin olunur. Bu isə Amerika üçün böyük təhlükədir. Hətta məlumat paylaşılmışdı ki, Rusiya İrana kəşfiyyat məlumatlarını dayandıra bilər. O halda ki, Birləşmiş Ştatlar Ukraynaya kəşfiyyat məlumatlarını dayandırırsa, daha sonra təksib olundu əlbəttə ki, bu xəbərdə. Yəni, belə bir xəbərlər paylaşılmışdı. Hərbi istiqamətin mövzunu sizlə davam etdirəcəm, amma qeyd etdiyimiz kimi hazırda Trumpın açıqlamaları indi biz deyirik, bir tərəfdən əməliyyat dayanır, deyəsən gedişat bunu göstərir. Ən azından atəşkəs ola bilər, danışıqlar üçün bir yaşıl işıq yandırılır. Bunun mesajları əlbəttə ki, görünməkdədir. Artıq Trumpın açıqlamaları var. Biz İrandan istəyəcəyik ki, saflaşdırılmış uran ölkədən çıxarılsın. Buna yönəlik addım olarsa, yeni yaxşı bir İranla danışıqlar həyata keçirəcəyik dedi. Mövzunun müzakirəsini həm də Milli Məclisin üzvü Rasim Musabəyevlə davam etdirəcəyik. Rasim bəy, salamlayırıq sizə, hər vaxtınız xeyir. Vaxtınız xeyir. Rasim bəy, qeyd etdiyimiz kimi hazırda önəmli açıqlamalar gəlir. Trumpın verdiyi mesajlar diqqət çəkir və qeyd edir ki, biz bugün telefon danışığı da həyata keçirəcəyik İran tərəfi ilə. Son açıqlamalar üzərində bu fikrə də nəzər yetirsək. Qeyd olunur ki, razılaşdığımız əsas məqamlar var və hər iki tərəf razılaşma əldə etmək istəyir. Bugün ehtimal ki, telefon danışığı olacaq və tezliklə görüşün də baş tutacağını ümid etdiyini deyib və
kimlə danışıldığı diqqət çəkən detaldır. Qarşı tərəfdə mənim fikrimcə ən çox hörmət edilən və lider olan bir şəxsinin işləyirik deyir, mesajda vurğulanır. Əsas sual, hazırda Birləşmiş Ştatların danışıqlar üçün əsas gördüyü şəxs kimdir? İkinci məqam, burada Trumpın da, yəni Amerikanın da, İranın da qarşılıqlı olaraq tələbləri var idi. Bugün bu mərhələdə o tələblər nə dərəcədə yerinə yetirilə bilər? Bilirsiniz, Trump'ın dediği sözlərə şərh vermək olduqca çətindir Şahla xanım. Bir tərəfdən deyirdi ki, 48 saat vaxt vermişəm, İranın elektrik obyektlərin sıradan çıxaracağım, özdə ən böyüyündən başlamaq niyyətindəydi. Tehranı təmin edən elektrik stansiyadan. O bir tərəfdən deyir ki, İranda kimdir rəhbər bilmirik, kimlə danışmağı da bilmirik. Və eyni zamanda indi yani İran'da seçilmiş bir şəxs var. İndi yeganə üzdə. Prezident Pezeshkian deyir ki, heç bir danışıq getmir. Xarici İşlər Naziri aparırdı o danışıqları əvvəllər. Arakçı. O deyir ki, heç bir danışıqlar getmir. İndi kimlə, hansı şəkildə bu kontaktlar mövcuddur, demək çətindir. Azı bugün belə bir kontaktların nəticə verməyi də barəsində düşünürəm ki, danışmaq tez dəlli. Ancaq hər bir halda bu baş verirsə, alqışlamaq lazımdır. Rasim bəy, qeyd etdiyiniz kimi hazırda bir qədər proqnoz etmək çətindir. Detallara baxdıqda diqqət çəkən detal, yəni həm İranın tələbləridir. İran müəyyən məqamda bu hücumun davam etməyəcəyi tələbi var. Eyni zamanda yaxın şərqdəki bazalarını bağlaması məsələsi var. Digər tərəfdən Trump'ın istədiyi ondan ibarətdir ki, saflaşdırılmış uran ölkədən çıxarılsın. Əslində İran buna yəni gedə bilərdimi? Bu müharibədən əvvəl də gedə bilərdi. İndi nə dəyişəcək ki? Yəni əgər bu addım mümkün idisə, niyə bu 24 gün müharibənin davam etməsinə ehtiyac var idi? Baxın, indi İran deyirdi ki, o zənginləşmiş uranı elə bil ki, o zənginləşməmiş uranla qarışdıraraq onu 60%-dan indi endirmək yenə də 4-5%-a ki, hansı indi sonraki mərhələlərdə elə bil ki, nüvə elektrik stansiyada istifadə oluna bilər. İndi bu da qəbul olunmurdu. Və indi hər halda hiss olunurdu ki, razılaşa bilərdi ki, o uran Rusiyaya verilsin. ABŞ da buna razılıq vermirdi. ABŞ-ın tələbi ondan ibarətdir ki, o uran ölkədən ABŞ-ın vasitəsilə çıxarılmalıdır və eyni zamanda İran təminatlar verməlidir ki, bir də uranın zənginləşdirməsi ilə məşğul olmayacaq. Bunlar ki, etimad yoxdur. Və indi əvvəllər də öhdəlik götürülmüşdü ki, 4-5%-dan daha yüksək faizlə uran zənginləşdirilməyəcək. Ancaq bunu İran eləmişdi. Özdə böyük məbləğdə. Özlərinin sözlərinə görə bu urandan 10-12 nüvə başlığı hazırlamaq mümkündür. Yəni təbii bu ilə barışsası deyil. Ancaq fərz edirəm ki, indiki mərhələdə söhbət təkcə gedə bilər ki, hərbi əməliyyatların intensivliyini aşağı salmaq və atəşkəsə nail olmaq. Qalan məsələlər düşünürəm ki, uzun çəkən hansısa bir danışıqlar tələb edə bilər. Təminatçı olacaqmı? Misal, atəşkəs oldu, razılıq oldu, təkrarı yaşanmayacaq deyə. Sizcə kim təminat verəcək? Hansı ölkə verəcək? Hansı ölkə daha çox etibar ediləcək bir statusdadır? Yox, qarşılıqlı maraq, yəni düşünmürəm ki, İran baxmayaraq ki, indi deyirlər biz axıracan vuruşmağa hazırıq, ümumiyyətlə hər şeyimiz qaydadadır. Bu heç də belə deyil. İran böyük bir çətinliklər çəkir. Eyni zamanda isə dünya iqtisadiyyatı da müəyyən mənada zərbə altındadır. Və indi qarşılıqlı maraq sövq edə bilər tərəfləri bu demək olar ki, müharibənin davamından çəkinmək. Əl-əfsus da indi böyük narahatlıq nümayiş edirlər. Ərəb Əmirlikləri, hansılar demək olar ki, bugün indi dünya neftin az qala indi 30%-na kimi nefti, qazı oradan çıxır. Aydındır. Təşəkkür edirəm. Minnətdaram Rasim bəy. Dediyimiz kimi hazırda İran tərəfinin açıqlamasına nəzər yetirirəm. Yeni bir açıqlama var. Abbas Araqçı istiqamətində yeni dəqiqləşdirməkdə fayda var. Təksib olunur. İran Xarici İşlər Nazirliyi növbət dəfə açıqlama yayaraq qeyd edib ki, heç bir danışıqlar aparılmayıb. Trump jurnalistlərə açıqlamasında qeyd edib ki, biz yüksək səviyyəli və ölkə daxilində kifayət qədər rəğbət qazanılan bir şəxslə danışırıq. Ramil bəy, indi ümid edək ki, ən azından proseslər masada davam etdirilir. Heç kim müharibənin davam etməsini istəmir. Çünki bu müharibədən biz
biz də əziyyət çəkdik, Naxçıvan da vuruldu, Türkiyə də əziyyət çəkir və digər yəni eyni zamanda Körfəz ölkələri də. Amma bugün bir tərəfdən İran deyir ki, yəni, bu belə bir görüntü də ola bilər. Əslində doğrudan da bağlı qapılar arxasında danışa bilərlər, razılıq əldə edə bilərlər. Amma İran nə geri addım atmır, bir görüntüsü yarada bilər. Birləşmiş Ştatlarda artıq biz zəfər çaldıq, istədiyimizə nail olduq, danışıqlar vaxtıdır deyə bir mesaj da verə bilər. Yəni bu tendensiya, bu mənzərəni görmüşük, ona görə təəccüblü deyil. Amma əsas sual ondan ibarətdir ki, yaxşı bu A variantıdır. Deyək ki, danışıqlar oldu, uğurlu bir nəticə əldə edildi. Olmasa bir B variantı var, hücum ehtimalı. Dediyimiz kimi Hörmüz bir də əvvəlki kimi olmayacaq deyilir. Eyni zamanda Hörmüzün, yəni həmin daha doğrusu Körfəzin minalanması istiqamətində açıqlama gəldi. Xahiş edəcəm, Xarq adası ilə bağlı bizim qrafik təsviri də ekranlara gətirək. Nə ola bilər? Yəni, əgər danışıqlar uğurlu keçməzsə və yaxud, yəni indi 5 gün deyir, 5 gün, 3 gün oldu, 2 gün oldu, istədiyini almazsa, Trumpın apta biləcəyi hərbi əməliyyatlar istiqamətində gedişat dəyişərmi? Xarq adasını tutmaq, ələ keçirmək və Xarq adasını özündə saxlamaq üçün Amerika Birləşmiş Ştatları gördüyünüz İran körfəzi boyunca İran ərazisində yerüstü əməliyyatlara başlamalıdır. Raket artilleriya birləşmələrinin dəstəyi ilə və Xarq adasının artıq arxa cəhbə, arxa fonda qalması üçün çox ciddi şəkildə təxminən 100, 150, 200 kilometrə qədər irəliləməlidir ki, Xarq adasını ən azı yerüstü əməliyyatlar formasında özündə saxlasın. Lakin, bugün yaxın şərqdəki hərbi potensialı buna imkan verirmi Amerikanın? Amerikanın həmin bölgəyə göndərdiyi piyada qoşun növləri, yəni dəniz piyadaları, piyadalarının sayı həmin ərazidə effektiv hərbi əməliyyatların, yəni iri miqyaslı hərbi əməliyyatların həyata keçirilməsinə imkan vermir. Yeri gəlmişkən, həmin piyada qoşun növləri iri miqyaslı döyüş əməliyyatlarının aparılması üzrə ixtisaslaşmayıblar. Həmin qoşun növləri xüsusi əməliyyatlar üzrə ixtisaslaşmış bölmələrdir və onlar hansısa bir ərazinin ələ keçirərək, ondan nəzarəti orada təmin edərək digər qoşun birləşmələrinə təhvil vermək istiqamətində ixtisaslaşıblar. Yəni, daha sadə dillə desək, onlar hərbi əməliyyatı həyata keçirirlər, həmin ərazini götürürlər və artıq həmin ərazinin müdafiəsi, qorunmasını və s. digər hərbi birləşmələr həyata keçirir. Bir sözlə, Xarq adasının hazırki müharibənin miqyasında, yəni biraz əvvəl də demişdim, əgər raketlər bu müharibədə, əgər hədəflər 1000, 1500, 2000 kilometrdən əgər vurulursa, İranın yaxınlığında 30 kilometrliyində yerləşən hansısa bir adanın 30 kilometrliyində, halbuki onu, həmin o adanı haubitsa ilə, yəni 40-60 kilometr məsafədə hədəfi vura bilən haubitsa ilə də zərbə endirmək olur həmin əraziyə, dəqiq raket zərbələri də endirmək olur. Həmin ərazini özündə saxlamaq olduqca risklidir. Bu baxımdan həmçinin nəzərə almaq lazımdır ki, həmin əraziyə yaxın bölgədə İranın kiçik, həcmli, sürətli qayıqlardan ibarət bölmələri də mövcuddur. Yəni, 20-30 metr maksimum uzunluğunda olan sürətli katerləri də mövcuddur ki, onlar deməli, Amerika əməliyyat keçirdiyi zaman həmin bölgədə onları məhv edə bilməyib. Yəni, qismən zərər toxunub, əsasən böyük gəmilər sıradan çıxarılıb. Bu baxımdan, əgər Amerika yerüstü əməliyyatlara, mən hər zaman bunu deyirəm, yerüstü əməliyyatlara risk edəcəksə, bu təbii ki, burada başqa problemlər ortaya çıxacaq. Amma İranın həmin bölgədəki hökmranlığını, hegemonluğunu zəiflətmək istəyirsə, həmin ərazidə olan, yəni İran körfəzinə istiqamət, İran körfəzi boyunca mövcud olan quru sərhədlərinə nəzarəti tam şəkildə ələ keçirtməlidir, öz əlinə almalıdır. Əks təqdirdə həmin ərazidə hansısa bir üstünlük əldə etmək çətin olacaq. Xarq adasına tutaq ki, daxil olsa belə onu nəzarətdə saxlamaq mümkünsüzdür. Xarq adasına hansısa hərbi birləşmə daxil oldu.
daxil olduqdan sonra orada müdafiə xətti, müdafiə şalonu formalaşdırmalıdır. 24 kvadrat kilometr ərazidə hansı müdafiə xəttini formalaşdırmaq olar qısa formada? Bu, Birinci Dünya müharibəsi deyil ki, əskərin əlinə kiçik bir bel verəsən, belə əskər bir bel verəsən, o qazıb özünü bastıra, oradakı güllə bunu tutmasın, güllə bunu öldürməsin. Ora raket müharibəsidir. Yəni, bir ton çəkisi olan, döyüş başlığı olan, daha doğrusu raketlər atılır bir-birinə. Raketlərdən istifadə olunur. Bu baxımdan hesab edirəm ki, bu informasiya müharibəsinin bir tərkib hissəsidir, hansısa bir təzyiq vasitəsidir. Digər tərəfdən də İran, biz son 2 gün ərzində gördük, İran artıq təkcə müdafiə addımları atmır, müdafiə olunacaq formada əməliyyatlar həyata keçirtmir, artıq hücum əməliyyatları həyata keçirir. Biz İsrailin mühüm strateji obyektlərinə endirilən zərbələri, sonra Hind okeanında yerləşən Amerikaya məxsus, Amerikanın hərbi bazasına ki, hansı ki o hərbi baza həmin bölgə üçün, ümumiyyətlə həmin bölgə üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Təsəvvür edin ki, təkcə həmin bölgədə, həmin adada minlərlə, dəqiq sayı tam bəlli deyil, bəzi mənbələrdə 18 mindir, bəzilərində 20 mindir, müxtəlif təyinatlı əməliyyat taktik raket kompleksləri orada yerləşir. Yəni, gəmilər həmin bölgəyə yan alır, Amerika gəmiləri onları təchizatı təmin olunur, raket gəmilərinin təchizatı təmin olunur. Yəni, ora hansısa bir raket zərbəsi dəyərsə, o ada tamamilə məhv olar və həmçinin də digər təyinatlı raketlər. Bu baxımdan hesab edirəm ki, hazırda müharibənin istiqaməti, forması dəyişib və Donald Trump'ın, yəni Amerika Birləşmiş Ştatlarının səsləndirdiyi danışıqlar məsələsi də görünür ki, o qədər də inandırıcı gəlmir artıq. Dünya dövlətlərinin də bu məsələyə reaksiyası görürsünüzmü? Dünya ölkələri də, region ölkələri də bu məsələyə bir reaksiya vermirlər. Gözləyirlər ki, hansısa bir proses davam etsin, ondan sonra hansısa bir açıqlama olsun, ondan sonra səsləndirilsin. Yəni, belə məni düzgün anlayın, xahiş edirəm. İranda, Rasim müəllim də biraz əvvəl dedi, yəni səlahiyyətli şəxs Məsud Pezeşkiyandır, deyək ki, birinci ali rəhbərdir, yəni Müştəbə Xamneyi. Onunla danışıqlar aparılmırsa, əgər hökumətlər səviyyəsində aparılırsa, bu Məsud Pezeşkiyandır, yəni xalqın seçdiyi prezident və Xaricilər Naziri Abbas Arakçıdır. Bunların hər ikisi də bu məsələ ilə bağlı təksib açıqlaması veriblər. Onda Amerika Birləşmiş Ştatları hansısa ayatullahla, müştəhidlə danışıq aparır. Yəni, kimlə danışıq aparır? Bizim üçün çox sirlidir. Yəni, bu, yox, danışıqlar, bilirsiniz, danışıqlar sirli ola bilməz. Əgər sirlidirsə, gizli danışıqlar aparılırsa, deməli, burada hansısa bir daxili, belə deyək ki, dövlət çevrilişinə hazırlıq görülür. Yəni, başqa cür hansı danışıq aparıla bilər? Mən biraz inandırıcı görünmür. Hər halda İran bu məsələ ilə bağlı öz mövqeyini bildirəcək. O ki, qaldı, biraz əvvəl siz sual verdiniz vasitəçilik məsələsinə. Təbii ki, rəsmi Moskva və Pekinin qarantiyası olmadan, yəni vasitəçiliyi olmadan hesab edirəm ki, bu müharibə ümumiyyətlə hansısa bir danışıqlar masasında yekunlaşmayacaq. Aydındır. Təşəkkür edirəm Ramil müəllim. Mən təşəkkür edirəm. Minnətdaram.